Dünya bir pəncərədir. Hər gələn baxar gedər. O, bu dünyaya elə-belə baxıb gedənlərdən olmadı. Adını qızıl hərflərlə yazdırdı 1-ci Qarabağ müharibəsinin tarixinə. Gün boyu dəfələrlə onun adı səslənir. Çünki böyüyüb boya başa çatdığı küçə onun adını daşıyır. Ağdaş biz səhifəsi unudulmayırlar layihəsində bugün 1-ci Qarabağ müharibəsinin şəhidi Səbuhi Sələmoğlunu xatırlayacaq. Ömrünün 30-cu baxarına işıqlı arzularla tələsən Səbuhi həkim. Ağdaşın ilk şəhid həkimi Səbuhi Hüseynov. Hüseynov Səbuhi Sələmoğlu 1963-cü il noyabr ayının 3-də Ağdaş rayonunda anadan olub. 1970-ci ildə Səməd Vurğun adına bir saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1981-ci ildə elə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olmuş, 1988-ci ildə universiteti bitirib təyinatla Ağdaş rayonunun mərkəzi xəstəxanasına göndərilmişdir. O, mərkəzi xəstəxananın infeksiyon şöbəsində həkim işləməyə başlamışdır. İşlədiyi müddətdə təhcə işlədiyi şöbənin deyil, mərkəzi xəstəxananın bütün kollektivinin hörmətini qazanmışdı Səbuhi həkim. 1991-ci ildə Səbuhi ailə həyatı qurmuşdur. İnci adlı bir qızı var. 1992-ci ilin dekabrın 20-sində Ağdaş rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1993-cü ilin yanvar ayının 12-sində Ağdərə istiqamətində yola düşdülər. Vənc kəndi uğrunda gedən döyüşlərdə yaralanan əskərlərimizə yardım göstərənlərdən biri idi Səbuhi həkim. Yağış kimi yağan güllələr altında ölümcül yaralanmış əskərə tibbi yardım göstərən Səbuhi həkim döyüşçünü sürüyə-sürüyə arxaya, həkim məntəqəsinə çatdırmağa çalışırdı. Elə bu vaxt yaxınlıqda partlayan qrant mərmisinin qəlbəsi Səbuhi həkimin həyatına son qoydu və o, yanvarın 15-də şəhadətə yüksəldi. Həmin gün sanki qızı İnci atasının ölümünü bilərcəsinə heç susmur, elə hey ağlayır. Nə bilsin ki, gün gələcək yoxluğunu hər zaman hiss edəcəyi atası əbədi olaraq dünyaya gözlərini yummuşdu. Səbuhi Hüseynov 1993-cü ilin yanvarın 16-sında Ağdaş şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Allah rəhmət eləsin.